İsmayılı'da menüsündə kabab və ya bozartma olmayan Amerikanski bir dənə kafe tapmışıq. Bura Ivanovka kəndində yerləşən Ohio indi. Buranın sahibləri Amerikadan gəliblər və Ivanovkada bir in açıblar. Gəlin biraz buranın yeməklərindən danışım. Təbii ki, aşpazları buranın sakinləri malakanlardır. Ona görə də yeməklərin hər biri özünə məxsusdur. Başlayaq paştetdən. Paşteti bəyənməyən bir dənə mən oldum. Çünki tərkibində kökü çoxdur, rəngindən də bilinir və teksturası o deyildi. Dolması, yəni İsmayıllı Qəbələyə gəlmisinizsə, pip dolması yemədən qayıtmayın. Buradakı pip dolması da möhtəşəm idi. Bilinçika bir söz deyə bilməyəcəm, dadı qəşəng idi. Amma menyuda göyərtili bilinçik var ki, sadəcə lavaşa bükülmüş göyərtidir, yəni bilinçik yoxdur orada. Dolmadan sonra ən bəyəndiyim şey bu malakan turşusu və mənzərə idi. Maraqlısı nədir? Amerikada necə bütün dünya mətbəxi amerikalaşırsa, burada da elə bil ki, bütün mətbəxlər Ivanovka sayağı idi. Misal üçün, beef straganovun tərkibində ilk dəfə duzlu xiyar görürdüm, amma dadı yenə də ləzzətli idi. Gəlmişkən, qardaşım belə ispanaq şorbası götürmüşdü, çox bəyəndi dadını. Ən maraqlısı isə məkan sahibləri Əhməd bəy və səhv eləmirəmsə xanımın adı Cəmilə xanım idi. Onların hekayələri idi ki, necə Təbrizdən gediblər Ohio'ya və oradan Ivanovkaya qayıdıblar. Necə deyərlər, this is another story. Qiymətləri şəhər qiyməti olsa da, bura yenə qayıdacağam.